Nümunədə ədəbi dilin hansı norması pozulub? Döyüşə hazır vəziyyətə gətirilən ordular üz-üzə dayanmışdılar. Belə baxdıqda biz burada görürük ki, dayanmışdılar. Necə? Üz-üzə ordular hansı döyüşə hazır vəziyyətə gətirilən. Baxıram, leksik norma pozuntusu yoxdur. Fonetik normada yoxdur. Yerdə qaldı qrammatik. Nədir bəs şübhəli olan ki, mən burada qrammatik olanı götürürəm. Baxdıqda abituriyentlər deyir ki, ay müəllim, bəs bu cəmdədir, bu da cəmdədir. Nə problem var ki? Sözlərin sırası da yerində, inversiya falan yox. Dəyərli şagirdlər, burada görmədiyimiz şey bilirsiniz nədir? Ən şəkilçisi nədir? İndiki zaman məzmunlu feili sifət şəkilçisi. Sən deyirsən ki, döyüşə hazır vəziyyətə gətirilən, yəni indi, hal-hazırda döyüşə hazır vəziyyətə gətirilən ordular üz-üzə dayanmışdılar. Fikir verin, bu da oldu keçmiş. Bunlar üst-üstə düşmür. Məntiqən birinci ordu döyüşə hazır vəziyyətə gətirilir, ondan sonra onlar üz-üzə dayanır. Düzdürmü? Məntiqi budur da. Hal-hazırda gətirildiyini iddia edirsən, sonra da deyirsən dayandılar. Nə oldu elə? Bunlar dayanıb sonra mı hazır vəziyyətə gəlirlər? Bu düzgün yanaşma olmaz axı. Hal-hazırki nümunədə baxın, biz desək ki, döyüşə hazır vəziyyətə gətirilmiş ordular üz-üzə dayanmışdılar. Yəni artıq gətirilib, ordu hazır vəziyyətdədir və üz-üzə dayanıblar. Yəni ikisi də keçmişdə olanda cümlə quruluşu daha uyğun olur. Şəkilçi ilə bağlı məqam olduğu üçün burada C variantı doğru olacaq.